Salam, bugünkü mövzumuz biologiyadan sitologiya bölməsindən olacaq. Sitologiya bölməsini sizlərə izah edəcəyəm. Dedik ki, sitologiya nədir? Sitologiya hüceyrə haqqında elmdir. Sitologiya sözünün mənası sitos sözündən götürülmüşdür. Mənaca hüceyrə deməkdir. Sitos hüceyrə, logos elm kəlməsindən götürülmüşdür. Hüceyrə canlının quruluş, inkişaf və funksional vahididir. Bunu ilk dəfə Robert Hooke demişdir. Yəni, hüceyrənin canlının quruluş vahidi, inkişaf və funksional vahidi olması fikri Robert Hooke'a məxsusdur. Robert Hooke haqqında danışırıq. Robert Hooke hüceyrə terminini elmə ilk dəfə gətirmiş. Robert Hooke cansız hüceyrəni kəşf etmişdir. Robert Hooke cansız hüceyrəni ilk dəfə kəşf edəndə onun qılafını kəşf etmişdir. Yəni canlı hüceyrənin özünü yox, sadəcə onun qılafını görmüşdür və ilk dəfə mikroskopdan tədqiqat işlərində Robert Hooke istifadə etmişdir. Robert Hooke'un 1665-ci ildə düzəltdiyi mikroskop olmuşdur və o bu mikroskopda ilk dəfə tədqiqat işlərində istifadə etmişdir. Deməli, Robert Hooke canlı hüceyrəni deyil, cansız hüceyrəni kəşf etmişdir, onun qılafını görmüşdür və yalnız onun qılafını müşahidə etmişdir. Daha sonra isə Antoni van Leeuwenhoek 1680-ci ildə canlı bir hüceyrəliləri kəşf etdi. Leeuwenhoek deməli o özünün düzəltdiyi Leeuwenhoek'un düzəltdiyi mikroskop 270 dəfə böyüdürdü əşyanı. Onun kəşfindən sonra məlum oldu ki, hüceyrələr müstəqil yaşaya bilirlər. Yəni hüceyrələrin müstəqil yaşaya bilməsi Antoni van Leeuwenhoek'un kəşfindən sonra elmə məlum oldu. Və ilk canlı bir hüceyrələri də Antoni van Leeuwenhoek kəşf etmişdir. O canlı bir hüceyrəliləri animalkulyuslar adlandırmışdır. Leeuwenhoek ilk bir hüceyrəli heyvanları animalkulyuslar adlandırmışdır. Bunun da mənası kiçik heyvancıqlar deməkdir. Daha sonra sitologiya haqqında Schwann və Schleiden'in işləri haqqında danışaq. Schwann və Schleiden hüceyrə haqqında Theodor Schwann Schleiden'in işlərinə istinadən hüceyrə nəzəriyyəsini formalaşdırdı və onların belə bir səhvi də oldu. Yəni Schwannla Schleiden'in hüceyrə nəzəriyyəsi haqqında belə bir səhv fikri də olmuşdur. Nə idi bu səhv fikir? Schwann və Schleiden belə düşünürdülər ki, hüceyrə qeyri-hüceyrəvi quruluşa malik hissəcikdən törənmişdir, əmələ gəlmişdir. Yəni hüceyrələrə başlanğıc verən qeyri-hüceyrəvi quruluşa malik bir maddə olmuşdur və bu maddədən yaranmışdır. Lakin daha sonra Rudolf Virchow Schwann və Schleidenin hüceyrə haqqında olan bu səhv fikrini təkzib etdi, yəni rədd etdi. O 1858-ci ildə Rudolf Virchow 1858-ci ildə Schwann və Schleidenin bu səhvinə son qoyur və o bütün hüceyrələr bölünməklə ana hüceyrədən yaranır fikrini ilk dəfə olaraq irəli sürür. Daha sonra isə bitki yarpağında sıx törəmə aşkarlayaraq onu nüvə adlandırır. Kim adlandırır bunu? Brown adlandırır. Robert Brown bitki yarpağında sıx törəmə aşkarlayır və o bu törəməni nüvə adlandırır. Deməli, nüvəni Robert Brown kəşf etdi. Daha sonra 20-ci əsrin astanasında, yəni 20-ci əsrin əvvəllərində Karl Beer məməllərin yumurta hüceyrəsini kəşf etdi. O bununla sübut etdi ki, bütün çox hüceyrəli orqanizmlər mayalanmış bir hüceyrədən, yəni ziqotdan başlanğıc götürdü. Daha sonra Theodor Schwann dedi ki, Schleidenin işlərinə istinadən hüceyrə nəzəriyyəsini formalaşdırdı. Bu hüceyrə nəzəriyyəsinə gəlin baxaq. Hüceyrə nəzəriyyəsi dedik ki, 4 müddəadan ibarət idi. Hüceyrə nəzəriyyəsi 4 müddəadan ibarətdir. Hüceyrə nəzəriyyəsinin birinci müddəasında nə deyilirdi? Birinci müddəasında deyilirdi, deməli, Schwann'ın hüceyrə nəzəriyyəsinin birinci müddəasında deyilirdi ki, hüceyrə canlı orqanizmlərin əsas quruluş və inkişaf vahididir. İkinci müddəada deyilir, bütün hüceyrələr quruluşuna, kimyəvi tərkibinə və həyat fəaliyyətinə görə oxşardılar. Üçüncü müddəada deyilir, hüceyrə bölünmə yolu ilə çoxalır. Bir ana hüceyrədən 2 qız hüceyrə əmələ gəlir, yaranır. Dördüncü müddəada deyilirdi, hüceyrələr ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir. Bütün hüceyrələr birləşib ixtisaslaşaraq toxuma və orqanları əmələ gətirir. Yəni hüceyrələr toxumalar orqanları əmələ gətirir. Bunlar da bir-biri ilə sıx bağlı olaraq sinir humoral yolla tənzimlənir deyəcək. Hüceyrə nəzəriyyəsi haqqında fikirlərimizi çatdırdıq. Daha sonra keçək
orqanizmlərə. Dedi ki, hüceyrədə nüvənin olmasına görə orqanizmlər, hər bir hüceyrə dedi ki, nüvəyə məxsus malikdir. Bəzi hüceyrələr istisna olmaqla. Nüvənin olmasına görə hüceyrələr iki hissəyə ayrılır: eukaryotlar və prokaryotlar. Eukaryotlar, yaxşı, karyon nüvə mənasındadır Yunancadan. Eukaryotlar bitkilər, göbələklər və heyvanlara aiddir. Yəni bitki, göbələk və heyvan hüceyrələrinin hüceyrəsi nüvəyə malikdir. Onlar nüvədən təşkil olunmuşdur. Bu səbəbdən də onlar eukaryot orqanizmlər adlanır. Prokaryotlar nüvəsi olmayanlardır. Bunlara bakteriyaları və göy yaşıl yosunları aid edəcək. Daha sonra eukaryotların nüvəsi 3 hissədən ibarətdir. Gördüyünüz kimi baxırıq eukaryotlara. Eukaryotların nüvəsi 3 hissədən ibarətdir: qlaf, sitoplazma və nüvə. Hüceyrənin xaricini örtən qlafdır. Daxili möhtəviyyatını təşkil edən həlməşik maddə sitoplazmadır və digər üçüncü əsas hissəsi isə nüvədir. Qlaf haqqında danışaq. Yəni bitki və heyvan hüceyrəsinin qlafı haqqında danışaq. Qlaf iki hissədən ibarətdir: xarici qlaf və daxili qlaf. Xarici qlaf bitki, göbələk, bakteriya, göy yaşıl yosunlar. Bunlarda xarici qlaf qalın olur. Gördüyünüz kimi bitki hüceyrəsinin xarici qlafıdır və heyvan hüceyrəsinin xarici qlafdır. Bitki hüceyrəsində heyvan hüceyrəsinə nisbətən daha qalındır. Və deyəcəyik, bitki hüceyrəsində, göbələklərdə, bakteriyalarda, göy yaşıl yosunlarda xarici qlaf qalın olur. Heyvanlarda isə, heyvan hüceyrəsində isə xarici qlaf nazik olur. Bitki hüceyrəsinin xarici qlafı selluloza adlanır. Göbələk hüceyrəsinin xarici qlafı xitin adlanır. Heyvan hüceyrəsinin xarici qlafı isə glukokaliks adlanır. Yəni glukokaliksdən təşkil olunmuşdur. Onu da qeyd edək ki, heyvan hüceyrəsinin xarici qlafı, yəni glukokaliks, mexaniki funksiya daşımır. Hüceyrə divarı hüceyrələrə möhkəmlik verir. Sanki hüceyrənin xarici səthini örtərək karkas rolunu oynayır, qoruyucu funksiya daşıyır. Bundan başqa bitki hüceyrələrində hüceyrə qlafı qalınlaşmışdır və hüceyrə divarı adlanır. Skelet rolunu oynayır. Bundan başqa işıq mikroskopunda aydın şəkildə görünür, görünmə qabiliyyətinə malikdir. Daha sonra qlafın üst hissəsinə baxsaq, orada xırda kiçik hissəcikləri görərik. Keçid hissəciklər vardır bunlara. Keçid hissəciklər də deyilir, məsamələr də deyilir. Bu məsamələrdən hüceyrəyə su, mineral duzlar, üzvi maddə molekulları daxil olur. Məsamələr sayəsində, həmin bu qlafın üzərindəki kiçik məsamələr sayəsində hüceyrə ətraf mühitlə daim əlaqə yaradır, əlaqədə olur. Heyvan hüceyrəsi haqqında danışdıq, dedik ki, qlafı nazik olur və glukokaliks adlanır. Glukokaliks həmin bu heyvan hüceyrəsinin qlafı, yəni glukokaliks nazik və elastikdir. Bitki hüceyrəsindən fərqli olaraq işıq mikroskopunda görünmür. Onu yalnız elektron mikroskopunda tədqiq edə bilərik. Daha sonra zülal, lipid və karbohidratlardan təşkil olunmuşdur. Xarici qlafın, yəni glukokaliksin alt hissəsində daxili qlaf yerləşir. Buna biz plazmatik membran deyirik. Membran sözünün mənası, yəni keçdik daxili qlafa. Xarici qlaf haqqında danışdıq, xarici qlaf haqqında danışdıq. Dedik, qalınlaşıb hüceyrə divarı adlanır bitkilərdə. İndi keçirik daxili qlafa. Daxili qlafa deyəcəyik, plazmatik membran adlanır. Membran sözünün mənası, kəlməsi membrana sözündən götürülüb, mənaca dəricik, örtük deməkdir. Membranın qalınlığı 10 nanometrə yaxındır. Onu da qeyd edək ki, plazmatik membran yalnız elektron mikroskopunda görünür. Biz onu elektron mikroskopunda öyrənə bilərik, tədqiq edə bilərik. Hüceyrə divarının alt hissəsində yerləşir plazmatik membran və plazmatik membran bilavasitə sitoplazma ilə əlaqədardır. Daxil tərəfdən və bilavasitə xarici tərəfdən hüceyrə divarı ilə əlaqəlidir. Plazmatik membranın kəsilmiş hissəsinə daxili quruluşunda baxaq. Plazmatik membranın bir hissəsinə baxsaq, görərik ki, plazmatik membran iki cərgədə düzülmüş lipid qatından təşkil olunmuşdur. Bu lipid qatı plazmatik membranın üst cərgəsi ilə və alt cərgəsi ilə düzülmüşdür. Daha böyüdülmüş bir şəkildə baxsaq, yəni bir qatı kəsib bir qatı göstərsək, görərik ki, bir qatda iki cərgə lipid cərgəsi var. İki cərgə lipid var üst cərgədə və alt cərgədə düzülmüş lipid. Yəni bir plazmatik membran qatında iki lipid cərgəsi vardır. Və bu lipid cərgəsi arasında nə olur? Bu lipid cərgəsi arasında gördüyünüz kimi baxın, iri zülal molekulları olur. Bu zülal molekullarında bəziləri keçid funksiyasını daşıdığı üçün onlara həm də keçid zülallar da deyəcəyik. Plazmatik membrandan su, oksigen, karbon qazı, oksigen qazı, bu kimi maddələr hüceyrəyə plazmatik membrandan birbaşa daxil ola bilən maddələrdir. Plazmatik membranın əsas funksiyasına baxaq gəlin. Plazmatik membranın əsas funksiyası nə idi? Plazmatik membranın 4 əsas funksiyası var. Bu 4 əsas funksiyalar hansılardır? Bu 4 əsas funksiyaları sayaq. Plazmatik membran sədr rolunu oynayır hüceyrədə. Plazmatik membran əlaqə rolunu oynayır. Plazmatik membran siqnal funksiyasını yerinə yetirir və plazmatik membran daşınma funksiyasını yerinə yetirir. Yəni maddələrin daşınmasında, hüceyrədə maddələrin daşınmasında plazmatik membran rol oynayır. İndi isə plazmatik membranın daşınma funksiyası haqqında danışdıq. Görək plazmatik membranda həmin bu daşınma funksiyasını necə yerinə yetirilir. Deyəcək ki, daşınma funksiyası iki hissəyə böləcək bunu. Bu nəqli, daşınma funksiyasındakı nəqli.
Bu nəql pasiv və aktiv nəqlə bölünür. Pasiv nəql deyəcəyik difuziya və osmoz, aktiv nəql isə fagositoz və pinositozdur. Gəlin şəkildə fagositoz və pinositoza baxaq. Deməli, pasiv nəqlə aid oldu difuziya və osmoz, aktiv nəqlə isə fagositoz və pinositoz. Fagositoza gəlin baxaq. Fagositoz və pinositoz. Baxaq, aşağı hissədə göstərilən fagositozdur. Hüceyrəyə kiçik, iri və bərk xırda hissəcikləri görürsünüz. İri və bərk hissəciklər plazmatik membran vasitəsilə hüceyrəyə daxil olur. Buna fagositoz deyilir. Fagositoza biz leykositləri də keçəndə toxunmuşduq. Demişdik ki, fagositoz fagos sözündən götürülüb, fagio uduram deməkdir, udmaq mənasındadır. Pinositoza gəlin baxaq. Pinositoz isə suda həll olmuş maddələrin sanki hüceyrəyə iri molekul şəklində deyil, maye şəklində çökərək daxil olur sanki. Pinositozda deyəcək suda həll olmuş maddələrin, bu maddələr bərk şəkildə deyil, fagositozda olduğu kimi deyil, suda həll olmuş şəkildə daxil olur membran vasitəsilə. Bu səbəbdən də ona pinositoz deyirik. Pinositoz sözü pino kəlməsindən götürülüb, mənası içirəm deməkdir. Bir də onu da qeyd edək ki, deyəcək ki, yada saxlayaq, fagositoz yalnız heyvanlar aləminə məxsusdur. Pinositoz isə bütün canlılar aləminə məxsusdur. Yəni, fagositoza yalnız heyvanlar aləminə xas canlılarda rast gələ bilərik. Pinositoza isə bütün canlı aləmdə rast gəlmək olur. Deyəcək ki, pinositoza bütün canlı aləmdə rast gələ bilərik. Daha sonra yeni dərsliyimizdə, yeni 7-ci sinif dərsliyimizdə kök hüceyrə haqqında məlumat vardır. Hüceyrədən danışmışkən ona da toxunaq. Deməli, kök hüceyrə deyəcək ki, orqanizmdə elə bir hüceyrələrdir ki, elə bir hüceyrənin formasıdır ki, onlar digər hüceyrələrə çevrilə bilirlər. Yəni ki, kök hüceyrədən başqa digər hüceyrələri, məsələn, dəri hüceyrələri, qaraciyər hüceyrələri və sair hüceyrələri almaq olar. Yəni, toxumaların bərpa edilməsində orqanizmdə kök hüceyrələrdən istifadə edilir. Hüceyrə haqqında danışdıq, gəldik. Dedik ki, hüceyrənin əsas hissələrindən biri sitoplazmadır, qlafdır, sitoplazmadır və nüvədir. Qlaf haqqında danışdıq. Keçək sitoplazma haqqında. Sitoplazma plazmatik membranla bilavasitə əhatə olunmuş həlməşiyə bənzər mühitdir. Həlməşiyə bənzər yarımaye mühitdir. Sitoplazma sözündə də sitos hüceyrə plazma dolduran deməkdir. Sitoplazmada sitos hüceyrə plazma dolduran deməkdir. Sitoplazma hüceyrənin daxili, yəni iç möhtəviyyatını təşkil edir. Sitoplazmanın funksiyasına gəlin baxaq. Deyəcək ki, hüceyrədə biokimyəvi proseslər gedir. Bu proseslər sitoplazmada gedir. Bundan başqa sitoplazma plazmatik membranla əhatə olunmuşdur və o hərəkətlidir deyəcəyik. Daha sonra sitoplazma nüvəni və digər orqanelləri bir-biri ilə əlaqələndirir. Bu funksiyanı daşıyır. Daha sonra sitoplazmada deyəcək ki, mikroborucuqlar və kiçik mikroborucuqlar və saplar vardır, sap tellər vardır, mikroborucuqlar vardır. Bunlar da hüceyrənin skeletini təşkil edir. Sonra gəldik hüceyrənin orqanellərinə, yəni içərisində olan bu yerləşən orqanellərə gəldik. Hüceyrənin orqanelləri 3 yerə ayrılır. Yəni orqanellərə görə hüceyrə orqanellərini, membranın olmasına görə hüceyrə orqanellərini 3 hissəyə ayıracağıq. Bunlardan bir membranlı, 2 membranlı və membransız orqanellər. Membransız orqanellərə baxsaq, membransız orqanellərə deyəcək ki, aiddir ribosom və bir də hüceyrə mərkəzi. Hüceyrə mərkəzi. Ribosom və hüceyrə mərkəzi. Bunları aid edəcəyik, bu ikisini aid edəcəyik biz membransız orqanellərə. Ribosom haqqında danışaq. Dedik ki, ribosom hüceyrənin membransız orqanelidir. Ribosom 2 hissəcikdən ibarətdir. Böyük hissəcik və kiçik hissəcik. Ribosomun əsas funksiyası hüceyrədə zülal sintez etməkdir. Zülal sintez etmək işini görür. Bu hissəciklər, yəni ribosomun bu hissəcikləri nüvədə sintez olunur. Və nüvə pərdəsinin məsamələrindən, gördüyünüz kimi nüvə pərdəsinin bax bu məsamələridir, xətlər şəklində göstərilir. Bu hissəciklər dedik ki, nüvəcikdə sintez olunur, nüvənin içərisində nüvəcikdə sintez olunur. Nüvəcikdə sintez olunduqdan sonra nüvə pərdəsinin məsamələrindən sitoplazmaya keçir, və bir-biri ilə birləşirlər. Bu kiçik hissəcikdir, bu böyük hissəcikdir. Bu hissəciklər nüvə pərdəsinin məsamələrindən keçərək sitoplazmaya keçir və bir-biri ilə sitoplazmada birləşirlər. Sitoplazmada bir-birləri ilə birləşirlər. Böyük hissə gördüyünüz kimi üstdə olur, kiçik hissə isə birləşdilər. Baxın, birləşdilər burada. Böyük hissə üstdə, kiçik hissə isə aşağıda, yəni altda olur deyəcəyik. Daha sonra dedik ki, ribosomların funksiyası zülal sintez etməkdir və onlar bu işi tək yerinə yetirmirlər. Onlar bu işi qrupla yerinə yetirirlər və məlumat RNT üzərində düzülürlər və məlumat RNT üzərində görürsünüz böyük və kiçik hissələr bir-birlə birləşmiş şəkildə məlumat RNT üzərində düzülərək ribosom qrupu əmələ gətirirlər. Bax, bu ribosom qrupunu da biz polisom adlandıracağıq. Polisom adlandıracağıq ki, onlar zülal sintez işini tək yerinə yetirmirlər, qrup şəklində yerinə yetirirlər. Onların birləşdiyi bu qrup isə polisom adlanır. Ribosomun
diqqətlə baxsaq, mikroskopda çəkilmiş şəklidir. Mikroskopda çəkilmiş şəklidir. Bu isə onun sxematik təsviridir. Ribosomun ilk dəfə Rumıniyalı ribosomu ilk dəfə kim kəşf etmişdir? Ribosomu ilk dəfə Rumıniyalı alim George Palade kəşf etmişdir. Ribosomu Rumıniyalı alim George Palade kəşf etmişdir. Sonra ribosomun diametri ölçüsünə baxsaq, ribosomun diametri 20 nanometrdir deyəcəyik. Sonra gəldik hüceyrə mərkəzi haqqında. Digər membransız orqanoidimiz isə hüceyrə mərkəzidir. Baxaq hüceyrə mərkəzinə. Hüceyrə mərkəzi 2 sentrioldan ibarətdir. Bu sentriollar bir-birinə perpendikulyar birləşmişdir. Sentriollar kiçik mikro borucuqlardan təşkil olunmuşdur. Gördüyünüz kimi kiçik xırda mikro borucuqlardan təşkil olunmuşdur. Hüceyrə mərkəzinin əsas funksiyası hüceyrənin bölünməsində iştirak etməkdir. Bunu kitab yazır və saat yazır, hüceyrənin bölünməsində iştirak edir, bu qədər. Amma necə iştirak edir, nə cür iştirak edir, ona toxunulmur, onu mən sizə deyim. Deməli, dedik ki, hüceyrə mərkəzi bölünmədə hüceyrənin bölünməsində iştirak edir. Tamam, gəlin görək necə iştirak edir. Bölünmə prosesində hüceyrə mərkəzi ikiləşərək qütblərə çəkilir. Sonra onların, bax bu mikroborucuqları ki var idi bu xırda, bax bu mikroborucuqlar gedir birləşir xromosomlara. Xromosomlara birləşir və uzanır. Xromosomlara birləşir və nəticədə uzanaraq deməli bölünmə vətəri əmələ gətirirlər. Dedik ki, bölünmə vətərləri var idi biz mitozu meyozu keçəndə. Həmin bax bölünmə vətərlərini bax bu mikroborucuqlar əmələ gətirir. Onlar xromosomlara birləşir, uzanır və nəhayət bölünmə vətəri əmələ gətirir. Bax həmin bu vətərlər genetik materialın qız hüceyrələr arasında bölünməsini, bərabər paylanmasını təmin edir. Bax hüceyrə mərkəzinin bölünmədə işi bax budur ki, bunu da ilk dəfə sizə mən çatdırdım ətraflı şəkildə. Daha sonra nə qeyd edək? Qeyd edirik. Nəyi? Ali bitkilərin hüceyrələrində hüceyrə mərkəzi yoxdur. İbtidai göbələklərdə hüceyrə mərkəzi yoxdur. İbtidai heyvanlarda hüceyrə mərkəzi yoxdur. Təkrar edək. Ali bitkilərdə hüceyrə mərkəzi yoxdur. İbtidai göbələklərdə hüceyrə mərkəzi yoxdur. İbtidai heyvanlarda hüceyrə mərkəzi yoxdur. Bunu yadda saxlayaq. Daha sonra gəldik hüceyrəmizin bir membranlı orqanellərinə. Aha, hüceyrəmizin bir membranlı orqanelləri hansılardır? Hüceyrəmizin bir membranlı orqanelləri endoplazmatik şəbəkədir, Golgidir və burada iki dənəcikli lizosom və vakuoldur. Deməli, bir membranlı membransız orqanellərə dedik ki, ribosom hüceyrə mərkəzidir. Bir membranlılara endoplazmatik şəbəkə, Golgi, lizosom və vakuoldur. Bunlar haqqında gəlin danışaq. Endoplazmatik şəbəkə. Endoplazmatik şəbəkə kanal və boşluqlar sistemidir. Gəlin baxaq. Kanal və boşluqlar sistemidir. Bu kanal və boşluqlar sistemi bir-biri ilə birləşmiş müxtəlif forma və ölçülüdür. Endoplazmatik şəbəkənin deyəcək ki, iki tipi vardır. Dənəvər endoplazmatik şəbəkə, hamar endoplazmatik şəbəkə. Təkrar edirəm. Dənəvər endoplazmatik şəbəkə, hamar endoplazmatik şəbəkə. Gəlin buna daha aydın şəkildə baxaq. Dənəvər, görürsünüz, ona dənəvərlik verir. Bu xırda hissəciklər dənəvər endoplazmatik şəbəkə və onun yanında hamar endoplazmatik şəbəkə. Digər bir şəkildə baxaq. Bu hamar endoplazmatik şəbəkədir. Borucuqlar ucu yuxarı hamar və dənəvər endoplazmatik şəbəkədir. Burada daha böyük göstərir. Daha sonra mikroskopda çəkilmiş şəklidir. Bu da onun ölçüsüdür. Yazılıb. Endoplazmatik şəbəkənin mikroskopda görüntüsüdür. Dənəvər və hamar formalarıdır. İndi bunların funksiyasına baxaq, görək dənəvər və hamar endoplazmatik şəbəkə hansı funksiyaları yerinə yetirir. Dənəvər endoplazmatik şəbəkənin üzərindəki bu dənəvərlik var, xırda-xırda dənəciklər. Ona bax bu dənəvərliyi verən ribosomlardır. Bu dənəvər hissəciklər ribosomlardır. Deməli, orada ribosom varsa nə baş verəcək? Dedik ki, ribosomun funksiyası zülal sintez etməkdir. Deməli, endoplazmatik şəbəkənin, dənəvər endoplazmatik şəbəkənin, bu zaman deyəcək dənəvər endoplazmatik şəbəkənin membranları üzərində ribosomlar vardır. Baxın, membranları üzərində ribosomlar yerləşir və onlar buna dənəvərlik verir. Deməli, burada zülallar sintez olunur. Zülallar sintez olunur. Keçək hamar endoplazmatik şəbəkəyə. Hamar endoplazmatik şəbəkənin üzərində dənəvərlik yoxdur. Onlar hamardır. Hamar endoplazmatik şəbəkənin membranları üzərində fermentlər yerləşir. Fermentlər yerləşir və bu fermentlər karbohidrat və lipidlərin sintezində iştirak edirlər. Yaranan karbohidratlar, lipidlər isə kanal və boşluqlarda, həmin bax bu kanal və boşluqlarda, boşluqların içərisində saxlanılır. Və həm də hüceyrə daxilinə də daşınır. Endoplazmatik şəbəkə nüvə ilə plazmatik membran arasında əlaqə yaradır. Görürsünüz, nüvə onun yaxınlığındadır. Burada da görürsünüz, nüvənin əhatəsindədir. Burada da nüvənin əhatəsindədir və nüvə ilə görürsünüz, əlaqəsi vardır. Nüvə ilə əlaqə yaradır. Endoplazmatik şəbəkə nüvə ilə plazmatik membran arasında əlaqə yaradır deyəcək. Sonra bundan başqa hüceyrənin əsas orqanoidlərini
bir-biri ilə əlaqələndirir. Yəni nüvəni, sitoplazmanı, qlafı bir-biri ilə əlaqələndirir. Hüceyrənin daxilində və qonşu hüceyrələr arasında maddələrin daşınmasını təmin edir endoplazmatik şəbəkə. Sonra kanal və boşluqları hüceyrənin müxtəlif sahələrə ayırır. Daha sonra endoplazmatik şəbəkə haqqında deməli endoplazmatik şəbəkəni alim Katie Porter kəşf etmişdir. Alim Katie Porter kəşf etmişdir. İlk dəfə Katie Porter tərəfindən kəşf olunmuşdur. Porter Kanadalı alimdir. Harvard Universitetinin tələbəsi olmuşdur. Endoplazmatik şəbəkəni bəzən Porterin adı ilə adlandıraraq Porter şəbəkəsi də adlandırırlar. Sonra gəldik Holgiyə. Holgi lövhə şəkilli boşluqlardan, kanalcıq və qovuqcuqlardan ibarətdir. Holginin endoplazmatik şəbəkədən fərqinə gəlin baxaq. Endoplazmatik şəbəkədə bu arada bu boşluqlardan bir-birinə keçid var. Görürsünüz, bir boşluqdan digər boşluğa keçid var. Amma Holgidə bir boşluqdan digər boşluğa keçid yoxdur. Hər boşluq ayrı-ayrılıqdadır. Burada diqqət yetirsək şəklə baxaq. Ayrı-ayrılıqdadır. Buna deyirik kanalcıq və qovuqcuqlardan ibarətdir. Yəni Holgi kanalcıq və qovuqcuqlardan ibarətdir. Görək bunun işi nədir? Əsas işi hüceyrədə yaranan maddələri toplamaq və onları hüceyrədən xaricə, yəni çölə, hüceyrədən xaricə daşımaqdır. Bu maddələr Holgidə müxtəlif dəyişikliyə uğrayır, sonra isə hüceyrənin sitoplazmasına ötürülür. Holgi həmçinin plazmatik membranın yenilənməsində də iştirak edir və həmçinin lizosomlarında formalaşmasında iştirak edir. Necə iştirak edir yenilənməsində? Yəni ona da baxaq, onu da mən sizə deyim ilk dəfə. Deməli, Holginin bu qovuqcuqları ki vardır. Bu qovuqcuqlar kənara ayrılan qovuqcuqlar, xırda qovuqcuqlar böyüyür, yekəlir və gəlir, sıxlaşır kənara plazmatik membranın divarına birləşir. Yapışır plazmatik membranın divarına. Birləşir ora və qarışır plazmatik membrana. Bax, buna görə də deyirik ki, onlar plazmatik membranın yenilənməsində iştirak edir. Bax, beləcə onlar neyir? Plazmatik membranı yeniləyir. Bu da məndən sizə ilk olsun. Sonra gəldik. Nəyə gəldik? Gəldik lizosom və vakuola. Gəldik. Holgi haqqında danışdıq. Dedik ki, funksiyası nə oldu? Hüceyrədən maddələrin xaricə daşınmasında iştirak etdi. Holgidə maddələr müxtəlif dəyişikliyə uğradıqdan sonra sitoplazmaya ötürülür. Membranın yenilənməsində iştirak etdi və həmçinin də lizosomun da formalaşmasında iştirak edir. Holginin müxtəlif formaları vardır. Məsələn, orakvari, çubuqvari. Məsələn, çubuqvari və orakvari ibtidai heyvanlarda, bitkilərdə, tor şəkilli isə çox hüceyrəli heyvanlarda olur. Məsələn, sin hüceyrələrini göstərmək olar. Sonra Holgi ilk dəfə Holgi tərəfindən kəşf olunmuşdur və elə onun adı ilə də bağlıdır. Alim Holgi tərəfindən kəşf olunmuşdur və onun adı ilə də bağlıdır deyəcək. Holgi ilk dəfə Holgini sinir hüceyrəsində kəşf etmişdir. Bunların ölçüsü müxtəlifdir. 5 mikrometr, 8 mikrometr, ən böyük 10 mikrometr olanları da vardır. Məsələn, daxili sekresiya vəzlərinin hüceyrələrində 10 mikrometr ölçüdə Holgiyə də rast gəlmək olur. Sonra gəldik lizosomlara. Lizosomlara gəldik. Lizosom sözünün mənası lizeo həll edirəm deməkdir. Deməli, lizosom sözünün mənası. Baxaq. Lizosom sözünün mənası lizeo həll edirəm deməkdir. Soma bədən deməkdir. Lizosomlar göründüyü kimi quruluşca dəyirmidir. Hüceyrənin ən kiçik membranlı orqanoidləridir. Lizosomların diametri 0,5 mikrometrdir. Lizosomların membranlarının daxilində qovuqcuqlar vardır. Bu qovuqcuqların da içərisində fermentlər vardır. Yəni lizosomun daxili hissəsi fermentlərlə zəngin hissədir. Fermentlərlə zəngin daxili qatı vardır. Və bu fermentlərdə hüceyrə daxili həzmdə iştirak edir. Biz həzm sistemini öyrənəndə dedik ki, daxili həzm lizosomlarla yerinə yetirilir. Hüceyrə daxili həzmdə lizosomlar iştirak edir. Bunu demişdik həzm sistemini keçəndə. Daha sonra lizosomlar hüceyrənin və ya toxumanın bir hissəsinin həll olmasında da iştirak edir. Müəyyən bir hissəsinin həll olmasında da iştirak edirlər. Məsələn, qurbağanın ontogenezində deyirik çömçə quyruğunun itməsi lizosomların təsiri ilə baş verir ki, o neyinir, həll olur, itir. Sonra gəldik lizosomun yanında balaca çıqqılı bir vakuol da vardır. O haqqda da danışaq. Deməli, vakuol sözünün mənası vakuus sözündən götürülüb boş deməkdir. Boş deməkdir. Vakuola əsasən bitki və göbələk hüceyrələrində rast gəlirik. Amma deyəcək ki, bəzi heyvan hüceyrələrində vakuol vardır, heyvan hüceyrələrində də vakuol vardır. Vakuol endoplazmatik şəbəkənin və Holginin genişlənmiş boşluqlarından əmələ gəlirlər. Vakuolun içərisi maye ilə doludur. Cavan hüceyrələrdə çox vakuol olur, yaşlı hüceyrələrdə isə
bir vakol olur. Cavan hüceyrələrdə bir neçə vakola rast gələ bilərik. Hüceyrənin yaşı artdıqca, yəni vakol sayı azalmağa başlayır və yaşlı hüceyrədə yalnız bir vakol olur. Vakol suda həll olmuş üzvi və qeyri-üzvi maddələrdən ibarətdir. Vakola biz hüceyrə şirəsində dedik. Sonra hüceyrə şirəsinin içərisində antosiyan adlı maddə vardır. Bu maddə deyir ki, qızıl gül ləçəyinə, göy çiçəyə, gavalıya rəng verir. Daha sonra bitki hüceyrələrində vakol çoxdur. Bitki hüceyrələrinin demək olar ki, 90%-ni vakol təşkil edir. Heyvan hüceyrələri də vakoldan ibarətdir. Lakin bu heyvan hüceyrələrində biz ona nə deyirik? Deyirik ki, heyvan hüceyrələrində, bir hüceyrəli heyvanlarda da vakol vardır. Amma bu vakol nədir? Maddə ehtiyatı toplamır. Bu vakol həzm və ifrazat funksiyasını yerinə yetirir. Məsələn, amöbdə dedik həzm vakolu, ifrazat vakolu və s. Histologiya bölməmizin birinci hissəsi haqqında izahımız bu qədər.